Paris 2024 Olimpiya oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında funksioner kimi fəaliyyət göstərəcək. Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. 2 qat Olimpiya mükafatçısı, 3 qat dünya və 4 qat Avropa çempionu sərbəst güləş üzrə koordinator vəzifəsini yerinə yetirəcək. Müğənni Mirkamil Kamilov ikinci dəfə ürək əməliyyatı keçirməsindən danışıb. O, bu barədə qonaq canlı verilişinə açıqlamasında bildirib. Əməliyyat olundum, hər şey yaxşıdır. Yəqin bundan sonra daha əməliyyata ehtiyac olmaz. Səhnədə görünmək üçün yaxşı səhhət lazımdır. Bundan sonra sənət işlərinə yavaş-yavaş davam edərəm.